Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. 1 iyun 15 Zilhicce 10. İmam Hadi Aleyhisselam'ın Mevlid günüdür. Bu Mevlid günü münasebetiyle bütün müminleri tebrik edirik ve dünya ahirette imamın ziyaretinden ve şefaatinden Allah'ın rahmetine ümidvar olarak Allah'tan isteyirik. İnşallah Allah bizi dünya ve ahirette imamla mahşur eləsin. Bəli, təxminən 212. Hicri ilində imam dünyaya gəlmişdi və 254-cü ildə Samirə şəhərində şəhid olmuşdur. Anasının adı Səmanə xanımdır. İmam Hadi Aleyhisselam, əgər biz onun həyatına diqqət eləsək, imamların içində dünyasını dəyişən ən cavan imam olubdur və dövründə də Bəni Abbasın, xəlifələrin zülümlərinə məruz qalmışdır. Əlbəttə, əgər biz imamın dövründəki hadisələrə diqqət eləsək, bütün imamlar olduğu kimi İmam Hadi Aleyhisselamın da necə məzlum yaşadığını görə bilərik. Mən imamdan fəqət təbərrük hədis istəyirəm, qeyd edeyim və bu bizlərə kifayət edir inşallah. İmam buyurur ki, Aleykum bil-vara'i fe-innehud-dinu ellezî nulazimuhu ve nedinullaha bihi ve nuriduhu mimmen yuvalina. İmam buyurur ki, sizə təqvalı və ehtiyatlı olmağı tövsiyə edirəm. Çünki bu bizim daim sarıldığımız Allah qarşısında onunla ibadət etdiyimiz dindir. Bizə məhəbbət və vilayət bəsləyən şəxslərdən bunu istəyirik. Əgər diqqət eləsək, bu hədisdə vəra kəlməsi gəlibdir. Bilirik ki, vəra kəlməsi təqvadan üstün olan bir məqamda işlənir. Vəra yəni haram və şübhəli işlərdən uzaq durmaq, Allah razılığına zidd olan şeylərdən uzaq durmaq deməkdir. Və hədisin axırda buyurulduğu mimmen yuvalina kəlməsinə diqqət eləsək, Həzrət buyurur ki, bizim tərəfdarlarımızdan, yəni şiələrimizdən. Bununla imam istər bizə başa sala və deyə ki, Əhl-i Beytə məhəbbətin həqiqi nişanəsi yalnız sözlə deyil, həm də təqva, yəni vərə və günahlardan çəkinmək ilə özünü göstərməlidir. Yəni bir insanda elə mən Əhl-i Beyt aşiqiyəm, Əhl-i Beyt şiəsiyəm, Əli şiəsiyəm deməklə Həzrət buyurur ki, olmaz. İnsanın təqvası, vərə onu bütün Allahın xoşlamadığı işlərdən çəkindirmək və Allahın xoşladığı işlərə tərəf gətirmək, Həzrət buyurur ki, o şəxslər, bəli, şiədirlər və bizim dostlarımızdır. Əgər Həzrətin başqa bir hədisinə diqqət eləsək, Həzrət buyurur ki, Əd-dünya suqun, dünya bir bazar kimidir. Bazar mislindədir. Bir dəstə onda qazanc əldə edər, başqa bir dəstə ziyana uğrayar. Həqiqətən bir insan Əhl-i Beyti sevirsə, sevməklə bahəm onda təqva və vəra varsa, bilsin ki, bəli, bu dünya imamın buyurduğu kimi bir bazardır ki, gərək bu bazarda ziyan götürməyək. Hər o şəxsi ki, imaməti tanıyır, gərək öz əməllərinə diqqət eləsin. Və hamıya lazım olan bir əhvalat da qeyd edim. İnşallah Məhəmməd bin Rəyyan İmam Hadi Aleyhisselamın dostlarından idi. Bir gün imama məktub yazır və buyurur, Yəbnə Rasulillah, həyatım çox çətinlik içindədir. Çətinliklə dolanıram. Bir çox hadisələr başıma gəlir. Məsəl üçün dua eləyirəm, dualarım qəbul olmur, hacətlərim
qəbul olunmur. Ya Resulullah, sizin ata-babalarınızdan da eşitmişik ki, bəs dua eləyin, filan eləyin, həyatınızı gözəlləşdirin filan. Nəsə təxminən belə bir məktub yazır ki, ya Resulullah, bəs mənə yol göstər, neyiniyim bu həyatın çətinlikləri, hadisələr, ətrafım buyurub, belə deyək, bizim loru dilindən desək, günüm qaradır, dolanışığım çətindir, daha həyat məni bezdirib, mən neyiniyim? İmam Hadi əleyhissalam ona fəqət bir cümlə yazır məktubun cavabında. Həzrət buyurur ki, çoxlu istiğfar eləginən. Bir cümlə. Yaxşı, biz, onda sual oluna bilər ki, biz gündə nə qədər əstəğfurullah eləyirik. Hətta namazı qılanda da görsən ki, səcdədə qalxırıq, əstəğfurullah Rabbi və ətubileyh, Allahu Ekber, bir də səcdə gedirik. Namazda da əstəğfurullah eləyirik. Başqa görsən, gəzəndə də əstəğfurullah Rabbi və ətubileyh eləyirik. Bəs niyə təsir buraxmır? Niyəsi budur ki, biri çoxlu əstəğfurullah eləyirdi. Əleyhissalam yanından keçəndə baxdı elə belə əstəğfurullah, əstəğfurullah Rabbi və ətubileyh, əstəğfurullah Rabbi və ətubileyh. Həzrəli buyurdu, vay olsun sənin günüvə. Ya əmir-əl-müminin, mən nə bir pis iş görmüşəm, əstəğfurullah eləyirəm. Həzrət buyurdu ki, onun dildə deməklə kifayət eləməz, heç bir faydası yoxdur. Sən etdiyin o xoşa gəlməz işi, danışdığın xoşa gəlməz sözü, Allahın xoşlamadığı məkruhatı filanları hər əstəğfurullah eləyib, tövbə eləyib, ondan bir dəfəlik üst çevirməsən, sənin o tövbən qəbul deyil. Yəni bu günlərim mən Allahın xoşlamadığı bir söz danışıram, Allahın xoşlamadığı bir iş görürəm. Sonra da başlayıram əstəğfurullah eləməyə, üstündən bir neçə saat keçir, bir gün keçir, yenə həmin şey məndə təkrar olur. Onda nə dua qəbul olar, nə insanın həyatı dəyişər. Odur ki, hər o şəxsi ki, Əhl-i Beytin yolun gedir, aşıqı Əhl-i Beytdir, Əlinin və onun evladlarının yolunun gedir, əstəğfirullahı eləyirsən, bir daha o mənfi fikirlər, mənfi əməllər gərək sənin zehnindən keçməyə. Bəzən də görürsən ki, bugünkü gündə artıq bütün cəmiyyətdə, o cümlədən bizim də cəmiyyətdə, mən hələm dinsizləri demirəm, o Allah tanımayanları demirəm. Baxırsan ki, hətta namaz qılanların içində müəyyən hissə, 1, 5, 10, hər nə qədər. Görürsən, elə insanlar var ki, elə qeybətini də eləyir, böhtanını da atır, başqasına şər də yaxır, abrını da aparır və özü də deyir ki, mən namaz qılıram. Bu cürə namaz qılanı nə Allah sevmir, nə onun məsumları sevmir. Bir insanın abrını aparsan, 100 dəfə də əstəğfurullah eləsən, heç bir xeyri yoxdur. Odur ki, İmam Hadi əleyhissalamın buyurduğu o qeyd etdiyimiz hədisə diqqət eləyin. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu.